Elə bil ki, məsələn, bir dənə Subhanallah dedin, elə bil 80 il Subhanallah dedin bu gecə. Bir dənə salavat dedin, elə bil 80 il dedin. Bir ayə, neynədinsə elə bil 80 il onu eləyirsən dayanmadan. Gecənin bərəkətinə baxın. Bu gecə neynəsin? 80 ilə vurulur. Yəni həmin işi 80 il davamlı şəkildə eləmirsən elə bil, onun savabını yazır bir gecənin içində. Yəni hər saniyəsinə 80 ilin savabını yazır. Vur gör nə qədər eləyir bu. Özünü danışırıq, savab yazır. Savaba möhtac olan günümüz olacaq. İnsanlar savab dilənçisi olacaq. Onda biləcəksən ki, savab yazır nə idi? 80 il savab nə idi? Gör necə bərəkətli gecədir ki, bu gecə neynəsin, nə əməl eləsin, bir nəfərə sədəqə verdin, 80 il elə bil ki, sədəqə vermirsən. 80 il hər gününə aiddir, hər gecəsinə aiddir. Ona görə mən demişdim, zirəng adamlar xumsu salır, xums gününü salır Qədr gecəsinə, ikinciyə, üçüncüyə. Qədr gecəsinə salır ki, savabı artıq olsun. O gün o gecəyə salır.